Salam dostlar, bu dərsimizdə qaldığımız yerdən davam edək. Deməli, ötən dərsimizdə bir işçi kitabının paylaşılmasından söhbət eləmişdim. Bu dərsdə paylaşılmaya icazə verib və onu müəyyən bir passwordla paylaşılması hissəsini keçək. Baxın, Protect and Share Workbook hissəsinə gəlirik və dəyişikliyi izləmək üçün onu müəyyən passwordla qoruyuruq. Deyək ki, müəyyən passwordla mən qorudum və beləliklə bu işçi səhifəsini fərz edək ki, müəyyən bir şəbəkədə paylaşmış olduq. Baxın və paylaşılan bu məlumatlar üzərindən müəyyən dəyişikliklər edək. Bir dəqiqə yerdə dəyişiklik edək ki, nələrə alınsın. Deməli, fərz edin ki, bu işçi kitabı hər hansı bir şəbəkədədir və bunun üzərində müəyyən dəyişiklik edəlir. Və mən istəyirəm ki, admin olaraq kimlərin nə dəyişiklik edildiyini görəm və əgər həmin dəyişikliklər mənim standartlarıma uyğundursa, accept edəcəm, qəbul edəcəm, yox. Mənim standartlarıma uyğun deyilsə, decline edib rədd edəcəm. Baxın, trunk changes hissəsi var. Highlight changes deməklə dəyişiklikləri biz izləyə bilərik. Belə bir pəncərə açılır. Baxın, bu pəncərədə hansı seçimlər var. Və nə vaxtdan bəri dəyişiklikləri izləmək istəyirsə, onu seçirik. Mən deyirəm ki, axırıncı dəfə mən bunu save elədikdən sonra seçə bilərəm. Göstərsin, ümumiyyətlə bütün dəyişiklikləri göstərsin, mənim nəzər yetirmədiklərimi göstərsin və yaxud da ki, müəyyən tarixdən bəri olan dəyişiklikləri mənə göstərsin. Gəlin, seçək, all time seçək, yəni ümumiyyətlə bütün dəyişiklikləri göstərək. Burada who hissəsi var, kimlər tərəfindən dəyişiklik edilibsə onu seçək. Baxın, everyone var, bütün hər kəs tərəfindən, məndən başqa bütün hər kəs tərəfindən everyone but me və yaxud da Nahid Nəsirov tərəfindən edilən dəyişikliklərdən söhbət gedə bilər. Gəlin hələlik everyone verək. Üzr istəyirəm. Bir də var və hissəsi. Və hissəsi deyəndə biz müəyyən range seçə bilərik ki, ancaq bu cədvəl daxilində olan dəyişiklikləri seçib çıxaraq verməsək ümumilikdə bu işçi səhifəsində olan dəyişikliklər nəzərə alınacaqdır. Gəlin OK düyməsini tıklayaq. Baxın, bu iki xananın yuxarı sol küncündə baxın belə bir indikator göründü, göstərici olmuş oldu. Deməli, bu indikatora nəzər salaq. Baxın, indikatorda qeyd olunub ki, Nahid Nəsirov tərəfindən 30-11-2015 tarixində 15:47-də C6 xanası 4-dən 2-yə dəyişilmişdi. Həqiqətən də bu xanadakı əvvəlki məlumat 4 idi, mən onu 2-yə dəyişmişəm və ondan aşağıdakı bir məlumat dəyişmişdik. Baxaq, onu necə dəyişmişəm, o da 2 imiş, 3-ə dəyişmişəm. Və biz bu məlumatları baxdıq, review elədik. Bildik ki, hansı məlumatlar necə dəyişib. Accept və yaxud da reject eləyə bilərik. Baxın, accept deyirəm. Bir dəqiqə. Baxın, və bu siyahıda da çıxartdı. Deyir ki, Nahid Nəsirov tərəfindən filan tarixdə müəyyən dəyişiklik edilmişdi. Accept edərəmsə, bura 2 yazılacaq. Baxın, accept elədim, bura 2 yazıldı. Fikir verin, burada bu dəfə reject eləyəcəm, rədd eləyəcəm. Yəni, J7 xanasına yazılmışdı ki, istifadəçi Nahid Nəsirov bunu 3 eləyib. Mən reject deyirəm ki, yəni bunu nəzərə alma, qoy 2 olaraq qalsın. Reject elədim, baxın, 2 olaraq məlumat qalmış oldu. Deməli, biz trunk changes hissəsində məlumatları izləyə bilərik, kimlər tərəfindən hansı dəyişiklik edilmişdir. Praktikada mənim başıma gəlib, şəbəkəyə bir məlumat qoyulmuşuq və həqiqətən də lazım olub ki, hansı məlumatın kimlər tərəfindən dəyişilməsinə icazə verək. Amma bu hissəni izah edəndə onu da qeyd edeyim ki, shared olunmuş workbooklar adətən mən rastlaşdığım qədərilə belə deyək də, virusa daha meyilli fayllardır, daha gec işləyirlər, belə deyək də, istifadə rahatçılığı nisbətən azdır, çünki şəbəkədə öz resurslarını şəbəkəyə paylanmış olur. Və beləliklə biz share workbook, unprotect shared workbook və trunk change hissələrini izah eləmiş olduq. Və beləliklə bu hissədə tam olaraq okeydir. Növbəti dərslərimizdə allow users to edit range hissəsini izah edəcəm. Növbəti dərslərimizdə görüşənədək.